2005-ci ildən etibarən artıq 9 il olur ki, Azərbaycan öz ordusunun silah-sursat təminatında milli sənaye barədə düşünməyə başlayıb. Nəticələr pis deyil, çünki silahlı qüvvələr bugün milli istehsalın silahını əlində tutaraq vətənin keşiyində dayanır. Bu il silahlı qüvvələrin istifadəsinə verilən milli silahların həm həcmi, həm də çeşidi çoxalıb. Bu da müdafiə sənayesinin əldə etdiyi uğurların nəticəsidir. Ardıcıl olaraq istifadəyə verilən müxtəlif təyinatlı müəssisələr də artan iqtisadi gücün silah istehsalında necə əks olunduğunu göstərir. Təkcə bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsalda 1,7 dəfə artım əldə edilib. Sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı da 1,3 dəfə çoxdur. Müdafiə sənayesində İstiqlal, Mübariz, Yalquzaq snayper tüfəngləri, tank və zirehli texnikalar üçün pulemyot, hücum pulemyotu, universal pulemyot, Zəfər, Zəfər K və İnam tapançaları, pilotsuz uçuş aparatları, aviasiya təlim bombası və sair istehsal istiqamətləri mövcuddur. İstehsalın mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900 ötüb. Beynəlxalq sərgilərdə iştirakımız isə hər il Azərbaycanın müdafiə sənayesinin məhsullarına marağın artmasına səbəb olur. Hər dəfə yeni protokol və anlaşmalara imza atılır. Milli məhsullarımızın ixracı barədə danışıqlar aparılır. Azərbaycanda istehsal olunan məhsulları dünya ölkələrinin aparıcı şirkət və firmalarına təqdim etmək, eyni zamanda Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsullarının ixracı istiqamətində danışıqlar aparıb razılıq əldə etmək, eləcə də Azərbaycanda yeni müdafiə təyinatlı məhsullar istehsal etmək üçün dünyanın aparıcı şirkət və firmalarından yeni texnologiya və avadanlıqların Azərbaycana gətirilməsindən ibarət olur. Bu il sentyabr ayında isə Azərbaycan bu günədək əldə etdiyi uğurların hesabat xarakterli tədbirini bütün dünyaya nümayiş etdirəcək. Əksər ölkələrin milli sənayelərinin məhsulları Bakıda ADEX 2014 sərgisində nümayiş olunacaq. Ceyhun Səfər, Əhməd Məmmədov, ATV Xəbər. Buraxılışımız davam edir.